Avropanın İslam Davleyev Hava Tədqiqatları Mərkəzinin superkompüter modellərinin yenilənmiş məlumatların təhlillərinə əsasən yaxın 15-20 gün ərzində ümumilikdə Avropa ərazisində və Xəzər Adası ölkələrində, yəni Qafqaz regionunda hava şəraitinin fevral ayının 10-u və 11-də kəskin dəyişilməsi gözlənilsə və fevral ayının artıq 12-dən başlayaraq Qafqazın cənubunda hava temperaturunda artım ehtimalı var. Bu prosesə daha da geniş olaraq nəzər salsaq biz görərik ki, kanalda əvvəlcədən də dəfələrlə bildirdiyimiz kimi fevral ayının artıq 10-u və 11-də Rusiyanın qərbindən növbəti soyuqanlı cəbhəsinin böyük bir sürətlə qısa müddət ərzində güclü şəkildə Şimali Qafqazdan Qafqazın cənubu Azərbaycan arasında daxil olması gözlənilir. Nəticədə fevral ayının 10-u və 11-də Azərbaycan arasında hava şəraitinin 2 dəfəyə qədər kəskin dəyişilməsi üçün ümumi sinoptik şəraitin yaranması gözlənilir. 2 dəfə ondan ibarətdir ki, fevral ayının 10-da temperaturun kəskin azalması, güclü küləklərin əsməsi fonunda Bakı-Abşeron arasında yağışın qısa müddətli sulu qara və lokal qar tutulması ehtimalı var. Lokal xarakterli qar örtünün gəlməsi ehtimalı var. Bu da Bakının yüksək ərazilərində müşahidə ediləcək yerdə qar örtünün yaranması, soğuğun olması ehtimalı da var. Artıq fevral ayının 11-də isə temperaturda artım gözlənilir ki, bu da o deməkdir ki, fevral ayının 11-də Aralıq dənizindən daxil olan mülayim hava axınlarının təsirindən Bakıdakı sulu qar və qarın fevral ayının 11-də leysan xarakterli, lakin intensiv leysan xarakterli yağışla əvəz olması gözlənilir. Fevral ayının 11-də Abşeron ərazisində bir sıra ərazilərdə yenidən su basma hadisələrinin təkrarlanması ehtimalı var. Çünki fevral ayının 11-dəki yağışın leysan xarakterli, intensiv və güclü olması, hətta lokal xarakterli şimşək prosesləri də müşahidə edilə bilər. Bu prosesə daha da geniş olaraq nəzər salsaq biz görərik ki, kanalda əvvəlcədən bildirdiyimiz kimi fevral ayının 10-da Bakıda yağışın qısa müddətli sulu qar və qar tutulması gözlənilir. Lakin fevral ayının 11-də isə temperaturun artması ilə əlaqədar olaraq fevral ayının 11-də isə Bakıda leysan xarakterli yağışın yağması gözlənilir. Xüsusilə də burada bir diqqət çəkən məqam bundan ibarətdir ki, 2 risk var. Birinci risk fevral ayının 10-da şimal küləklərinin güclənməsi fonunda Bakıda güclü küləklərin bir sıra ərazilərdə müəyyən fəsillərin yağılması səbəb olması ehtimalı var. Eyni zamanda fevral ayının 10-da gözlənilən sulu qar və qarın şimal küləklərinin güclənməsi fonunda Bakıda qısa müddətli fevral ayının 10-da soğuğun olması ehtimalı var. Lakin fevral ayının 11-də isə modelin də göstərdiyi kimi fevral ayının 11-də isə Aralıq dənizindən və Xəzər dənizindən qarşılıqlı olaraq eyni anda rütubətli hava axınlarının Abşeron arasından daxil olması fonunda fevral ayının 11 gün ərzində Bakıdakı yağışların leysan xarakterli, intensiv və güclü olması gözlənilir. Fevral ayının 11-dəki yağışın Bakıda intensiv və güclü olması fonunda fevralın 11-də Bakı-Abşeron arasında və Bakının ətraf qəsəbələrində əvvəlki dövrlərdə su basmaya məruz qalan ərazilərdə yenidən su basma hadisələrinin təkrarlanması ehtimalı var. Bu da xüsusilə də ətraf qəsəbələrdə problemlərin artması səbəb ola bilər. Fevral ayının 11-də Aralıq dənizi siklonları ilə, yəni Aralıq dənizindən daxil olması gözlənilən rütubətli ekstratropik siklonlarla Xəzər dənizindən daşınması gözlənilən rütubətli hava axınlarının eyni anda toqquşması fonunda fevral ayının 11-də Abşeron arasında yağışların Abşeron demək olar ki, əksər ərazilərində, yəni Abşeronun şimalında, Abşeronun şərqində, Abşeronun cənubunda və Abşeronun qərbində yağışın, leysan xarakterli yağışın intensiv və güclü olması gözlənilir. Artıq fevral ayının 11-i axşama doğru, yəni fevral ayının 11-dən 12-dən keçən gecə və fevral ayının 12-si günün birinci yarısında isə Bakıdakı yağışın artıq səngiməsi gözlənilir. Fevral ayının 12-sindən başlayaraq isə Azərbaycan arasında hava temperaturunun yüksəlməsi ehtimalı var. Bir daha bu təhlilə nəzər salsaq biz görərik ki, fevral ayının 10-da Azərbaycan arasında hava temperaturunun bir xeyli azalması fonunda Azərbaycanın əksər ərazilərində sulu qar və qar yağması gözlənilir. Xüsusilə də Azərbaycanın Böyük Qafqaz rayonlarında, Gəncə Qazax ərazisində, Kiçik Qafqaz ərazisində, Naxçıvanda, Cəlilabad Astara ərazisində, Dağlıq Şirvanda yerdə yeni qar örtünün yaranması ehtimalı var. Minimum 5 cm, maksimum 25-30 cm qədər yeni qar örtünün yaranması ehtimalı var. Mərkəzi aranda da fevral ayının 10-dan 11-nə keçən gecə, yəni fevral ayının 10-da axşama doğru fevralın 10-dan 11-nə keçən gecə mərkəzi Aralıq rayonlarında da qısa müddətli qar örtünün yaranması ehtimalı var. 0,5 cm-dən 2 cm arasında mərkəzi aralığında qar örtünün yaranması ehtimalı var. Lakin fevral ayının 11-də isə nisbətən
mülayim hava axınlarının Qafqazın cənubuna müdaxiləsi fonunda bu da soyuq havanın bir qədər yumşalması səbəb olacaq. Məsələn, fevral ayının 11-də Bakıda artıq sulu qarın, yağışdan əvəz olunması gözlənilir. Fevral ayının 11 gün ərzində isə hətta Abşeron arasındakı leysan xarakterli intensiv yağışların bir sıra ərazilərdə su basma hadisələrinin yerinə təkrarlanması səbəb olması ehtimalı var. Artıq iqlim dəyişikliyi nəticəsində Azərbaycan ərazisinə, yəni eyni anda, eyni dövrdə qısa müddət ərzində bir neçə hava axınlarının daxil olmasını müşahidə edilir ki, bu da leysandan qara, qardan da yenidən leysana keçirilən nəticənin. Yəni iqlim dəyişikliyi artıq o həddə çatıb ki, fevral ayının 10-da temperatur kəskin azalacaq, güclü şimal küləklər əsəcək, Bakıda yağış sulu qara və qara keçəcək. Lakin fevral ayının 11-də isə küləyin zəifləməsi fonunda və cənub-şərqdən Mərkəzi Asiyadan əsən küləklər eyni zamanda Trabzonun orta qatarında isə cənub-qərbdən Aralıq dənizindən daşınması gözlənir. Rütubətli hava axınlarının təsirindən Azərbaycanda havanın bir qədər mülayimləşməsi gözlənir. Bu da temperaturun artması fonunda yağan sulu qar və qarın da artıq yağışla əvəz olunması gözlənir Abşeron ərazisində. Abşeronda fevral ayının 11-dəki yağışların leysan xarakterli intensiv və güclü olması nəticəsində bir daha bildirdiyimiz kimi risk ondan ibarətdir ki, bir sıra ərazilərdə su basma hadisələrinin yerinə təkrarlanması gözlənir. Bu barədə əgər proses daha da güclənərsə, bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Artıq fevral ayının 12-dən başlayaraq Aralıq dənizindən və Afrikanın şimalından mövsüm üçün xarakterik olmayan, mülayim və bir qədər də fevral ayına görə isti hava dalğasının Qafqazın cənubu Azərbaycan arasında müdaxiləsi gözlənilir. Çünki Avropa ərazisində və Rusiyanın qərbində güclü ekstratropik soyuq siklon sisteminin təsirindən Avropada Qara dəniz arasında hava şəraitinin kəskin dəyişilməsi, lakin bu soyuq siklon sisteminin sağ qolunun, yəni isti cəbhənin isə Afrikanın şimalından və Aralıq dənizindən fevral ayına görə mülayim və isti dalğaların Qafqazın cənubuna daxil olması səbəb olacaq. Məsələn, fevral ayının xüsusilə də 14-ü, 15-i, 16-sı, 17-si, 18-si, 19-u və 20-sində Azərbaycan arasında hava temperaturunun fevral ayının çoxlu iqlim olmasına yüksək olması gözlənilir. Lakin fevral ayının artıq 20-sindən sonra isə Qafqazın cənubunda güclü Aralıq dənizi siklonunun keçməsi fonunda Qafqazın cənubunda hava şəraitinin kəskinləşməsi, intensiv xarakterli yağışların yağması, proses əvvəlcə isti cəbhə ilə soyuq cəbhənin toqquşması fonunda proses əvvəlcə ildırımla, dolu ilə, güclü küləklərlə, fırtınalarla müşahidə edilə bilər. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Artıq fevral ayının 22-ci və 23-də isə soyuq cəbhənin təsirindən, yəni Aralıq dənizindən daxil olan rütubətli hava axınları ilə, Qara dənizdən daxil olan rütubətli hava axınları ilə şimalın daxil olması gözlənilən soyuq havanın Qafqazın həm şimalında, həm də Qafqazın cənubu Azərbaycan arasında bu bir neçə xüsusiyyətlərə malik olan hava şüalarının toqquşması fonunda Azərbaycanda fevral ayının artıq 20-sindən sonra havanın kəskin soyuması gözlənilir. Fevral ayının 13-ü, 14-ü, 15-i, 16-sı, 17-si, 18-si, 19-unda Azərbaycan arasında havanın temperaturunda günü-gündən yüksəlmə gözlənilir. Bu da fevral ayı üçün xarakterik olmayan dərəcədə mülayim və isti havaya səbəb olacaq. Hətta mərkəzi aranda havanın maksimal temperaturunun müsbət 16, müsbət 25, müsbət 27 dərəcədə artması ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri yayımlanacaq. Bu 6-10 gün ərzində fevral ayı üçün xarakterik olmayan isti havanın davam etməsi gözlənilir. Nəticədə mərkəzi aranda və Azərbaycanın əksər ərazilərində yalançı bahar müşahidə ediləcək. Artıq fevral ayının 20-sindən sonra isə hava şəraitinin kəskin soyunması nəticəsində yalançı baharın sona çatması və intensiv xarakterli yağıntıların yağması, küləklərin güclənməsi fonunda bir sıra hava ilə əlaqəli olan sahələrdə müəyyən fəsadların yaranması ehtimalı var. Rusiyanın qərbindən, şimaldan soyuq hava axınlarının Şimali Qafqazdan, Qafqazın cənubu Azərbaycan arasında daxil olması, bu prosesə paralel olaraq isə eyni anda Qara dənizdən, şimali qərbdən və cənub-qərbdən Aralıq dənizindən rütubətli hava axınlarının da Qafqazın cənubu Azərbaycan arasında müdaxiləsi gözlənir. Prosesin sonrakı inkişafı nəticəsində artıq fevral ayının 10 gündüz saatlarına başlayaraq artıq yağıntıların Azərbaycan demək ki, əksər ərazilərində intensivləşməsi, xüsusilə də Böyük Qafqaz rayonlarında, Kiçik Qafqaz ərazisində, Naxçıvanın dağlıq ərazilərində, Cəlilabad Ağstafa ərazilərinin Dağıtay kəndlərində, eyni zamanda Qazax Ağstafa ərazilərində yerləşən Dağıtay ərazilərdə isə yağışın sulu qarada qara keçməsi, yağıntıların intensiv və lokal xarakterli qısa müddət ərzində güclü olması ehtimalı var.
Bu prosesin birinci mərhələsində, yəni fevral ayının 10-da Bakıda yağışın qısa müddətli sulu qara və lokal qara keçməsi ehtimalı var. Xüsusilə də Bakının yüksəkdə yerləşən, nisbətən yüksək ərazilərdə yerləşən ərazilərində, yəni xüsusilə də Sarayda, Qobuda, Lökbatanda, Güzdəydə, Yasamalda, Xırdalanda yağıntıların qısa müddətli qara keçməsi ehtimalı var və zəif qar örtüyünün gəlməsi ehtimalı var. Lakin artıq fevral ayının 11-də isə havanın temperaturunda Bakı ərazisində bir qədər artım gözlənir. Çünki fevral ayının 10-da daxil olan soyuq hava axınlarının təsirindən və şimal küləklərinin güclənməsi fonunda Bakıda yağan yağışın artıq sulu qara və qar keçməsi üçün ümumi sinoptik şəraitin yaranması ehtimalı olsa da, artıq fevral ayının 11-də isə temperaturun bir qədər artması gözlənir. Çünki burada iki cəbhənin qarşılıqlı olaraq Azərbaycan arasında keçməsi gözlənir. Fevral ayının 10-da soyuq atmosfer cəbhəsinin şimaldan Azərbaycan arasında daxil olması nəticəsində Azərbaycanın əksər ərazilərində yağıntıların intensiv və güclü olması ehtimalı var. Sulu qar və qar yağması gözlənilir. Hətta mərkəzi aralığında belə fevral ayının 10-da və 10 axşama doğru, 10-dan 11-də keçən gecə mərkəzi aralıq rayonlarında belə qısa müddətli qar örtüyünün yanılması ehtimalı var. Lakin fevral ayının 11-də isə nisbətən mülayim cəbhənin, soyuq hava cəbhəsinin ardınca cənub-qərbdən Azərbaycan arasında daxil olması gözlənir ki, bu da o deməkdir ki, temperaturda bir qədər artım ehtimalı var. Nəticədə fevral ayının 11-də yağıntıların xüsusilə də Xəzər dənizinin yaxınlayan şərq rayonlarında və Bakıda intensivləşməsi ehtimalı olsa da, temperaturun yüksəlməsi fonunda fevral ayının 11-də artıq 10-da yağan sulu qar və qarın fevral ayının 11-də isə yağışla əvəz olunması gözlənir. Xüsusilə də burada bir diqqət çəkən məqam ondan ibarətdir ki, fevral ayının 10-u axşama doğru və fevral ayının 10-dan 11-də keçən gecə Azərbaycanın şimal-qərb rayonlarında, yəni Balaçan, Zaqatala, Şəkir, Qalx, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz, Dağlıq Şirvanda, eyni zamanda Qazaq, Akstava, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Gölcə, Goranböyünün xüsusilə də dağıtı ərazilərində və Kiçik Qafqazın Daşkəsən, Gəlibə, Kəlbəzər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngəzur və Naxçıvanın Sədərək, Ordubar, Şahqız ərazilərində, eyni zamanda Cəllabad, Masallı, Lənkəran, Asılı, Yardıma və Lerişdə və mərkəzi aranın Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Ağcabədi, Zərdab, Sabirabad, Saatlı, Sayan, Neftçala, Biləsuvar rayonlarında da fevral ayının xüsusilə də 10-u axşama doğru və fevralın 10-dan 11-də keçən gecə yağışın sulu qar və qara keçməsi, prosesin qısa müddət ərzində intensiv və lokal güclü olması ehtimalı var. Hətta mərkəzi aralığında belə qar örtüyünün gəlməsi gözlənilir. Böyük Qafqaz rayonlarında, yəni xüsusilə Böyük Qafqazın Balaçan, Zaqatala, Şəkir, Qalx, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz, Dağlıq Şirvan ərazilərində qarın maksimal hündürlüyü fevral ayının 10-u axşama doğru qısa müddət ərzində 5 sm-dən lokal xarakterli 30 sm-ə qədər artması ehtimalı var. Xüsusilə də dəniz səviyyəsindən 1500 metrdən yüksəkdə yerləşən dağ kəndlərində qarın 25-30 sm-ə qədər yığılması gözlənir. Lakin çay yataqlarına yaxın olan düzənlik ərazilərdə isə sulu qar və lokal qısa müddətli qar yağması ehtimalı var. Artıq Kiçik Qafqaz rayonlarında, yəni Daşkəsən, Gəlibə, Kəlbəzər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngəzur ərazilərində və Naxçıvanın Dağıtayı kəndlərində fevral ayının 10-dakı qarın bir qədər intensiv olması və yerdə dəniz səviyyəsindən 1500 metrdən yüksəkdə yerləşən ərazilərdə yerdə qısa müddətli qar örtüyünün gəlməsi ehtimalı var. Xüsusilə də maksimal qar hündürlüyünün Daşkəsən, Gəlibə, Kəlbəzər, Şuşa, Laçın, Xankəndi ərazilərində olması gözlənir ki, bu da 15 sm-dən 25 sm-ə qədər qar yığılması ehtimalı var. Cəllabad, Masallı, Lənkəran, Asılı, Yardıma və Lerişin dağ kəndlərində də fevral ayının 10-u axşama doğru və 10-dan 11-də keçən gecə yeni qar örtüyünün yaranması gözlənir. Yəni 5 sm-dən 20 sm-ə qədər qar örtüyünün gəlməsi ehtimalı var. Xüsusilə də Yardıma və Lerişin dağ kəndlərində isə qarın intensiv və güclü olması ehtimalı var. Mərkəzi alanda da fevral ayının 10-dan 11-də keçən gecə, yəni fevral ayının 10-u axşama doğru və 10-dan 11-də keçən gecə mərkəzi alanda da qısa müddətli qar örtüyünün yaranması ehtimalı var. Yəni 0-1 sm-dən 2 sm arasında zəif qar örtüyünün mərkəzi alanda yaranması ehtimalı var. Lakin artıq fevral ayının 10-da isə şimaldan daxil olan soyuq havanın, daha doğrusu Trabzonun aşağı qatlarında texnik dillə desək, Trabzonun aşağı qatlarında atmosfer təzyiqində artım gözlənilir və bu antisiklonun artıq Qazaxıstandan sağ qolunun cənub-şərqdən bir qədər mülayim havanı fevral ayının 10-da Azərbaycan arasında daşıması və Aralıq dənizindən də, cənub-qərbdən də rütubətli hava axınlarının Qafqazın cənubuna daxil olması fonunda Qafqazın cənubundakı soyuq havanın bir qədər yumşalması gözlənilir ki, nəticədə fevral ayının 11-də artıq Bakıda
fevral ayının 10-da yağan sulu qar və qarın fevral ayının 11-də yağışla əvəz olunması gözlənilir. Xüsusilə fevral ayının 11-də yenə də Böyük Qafqazda, Gəncə Qazax ərazisində, Kiçik Qafqaz ərazisində, Naxçıvanda, dağlıq kəndlərdə qarın intensiv və güclü olması ehtimalı var. 5 cm-dən 30 cm-ə qədər yeni qar örtüyünün yağınması ehtimalı var. Lakin fevral ayının artıq 11-də isə xüsusən gündüz saatlarında Cənub-Qərbdən Xəzər dənizindən, Aralıq dənizindən, Xəzər dənizindən rütubətli hava axınlarının birləşərək Abşeron ərazisinə daxil olması fonunda fevral ayının 11 gün ərzində Bakıda yağışın leysan xarakterli, intensiv və güclü olması gözlənir. Bu da Abşeron ərazisində bir sıra ərazilərdə su basma hadisələrinin yenidən təkrarlanması səbəb olacaq. Bu barədə daha ətraflı yenilənmiş məlumatların təhlilləri mütəmadi olaraq kanalda yayımlanacaq. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayımlanacaq.